Salam, necəsiz? Ümid edirəm ki, yaxşısınız. Bu gün sizə içərisində olduğum şəkilləri paylaşacağım. Bu yerdə gördüyünüz şəkillərin içərisində mən varam. Bəzi şəkillər təkrarlanıb, bəzi şəkillər toyda çəkilib, bəzi şəkillər ailə ilə çəkilib deyənə əvvəlcədən bunların arasından seçib ayırmışam bir neçə şəkil. Onları sizinlə bölüşəcəm. Həmin şəkillərdə yaş mərhələləri üzrə ayırmışam ki, danışanda, video çəkəndə daha rahat olsun. Və bir də çalışacağım ki, həmin şəkillərin mənə nə xatırlatdığını, yadıma düşən əhvalatları, o şəkil ilə bağlı, o şəkil çəkiləndə baş verən hadisələri sizinlə bölüşüm. Elə isə getdik. Bu şəkil nə vaxt çəkilib yadıma gəlmir. Hansı yaşda olduğumu da bilmirəm. Bu yaşdan daha kiçik yaşda çəkilən şəkillərim yoxdur. Bu atamdır. Bu yaş dövründə çəkilən ikinci şəklim bibimlə olan şəkildir. Başqa bir şəklim yoxdur. Bu bizim kənddə olan evimizdir. Belə, bu haqda heç bir fikrim yoxdur. Bu mənimlə qardaşımdır. Bu da kənddəki evimizdir. Atam burada başımızı lezva ilə qırxırdı həmişə uşaq vaxt. Yəni o vaxt uşaqlar gülürdülər, falan edirdilər. Belə yadda qalıb yəni. Bu şəkildə Xırdalandayam. Xalamın yoldaşıdır. Çox yaxşı adamdır. Yəni sevirdim bu adamı yəni. Dayı deyirdim, Asif dayıdır. Bu şəkil Bakıdadır. Xalam bizi gəzməyə çıxarmışdı, qardaşımla məni. Bu özü gedən qatardır. Amma burada yadıma gəlir ki, rolu sağa sola çox möhkəm döndərirdim. Elə bilirdim ki, qatarı özüm idarə edirəm. Bu şəkil də eyni vaxtda çəkilib. Amma arxada duran heykəlin kimə aid olduğunu bilmirəm. Baxın, kurtkalara baxsaq görərsiniz ki, eynidir. Elə bu da. Bu səhv eləməmsə Bakı bulvarıdır. Uşaq vaxtı daha dəbli geyinirdim. Mənə elə gəlir. Çünki, nə bilim, geyimimi özüm seçmirdim. Bəzən ucuz geyinirdim falan. Elə yadımda qalıb. Aha, bu şəkil. Burada bu velosipedi kiraya verirdilər icarəyə. Burada bunun tormozunu qırmışdım. Və heç kimə, yəni sahibinə deməyə də qorxurdum. Fəaliyyət eləmədən deyəsən aparmışdım evə, yoxsa nə eləmişdim bilmirəm, yadıma gəlmir. Amma bunun skorsun, ya daha doğrusu tormozunu qırdığım yadıma gəlir. Bu şəkil məktəbə getməmişdən qabaqdır. Birinci sinif deyiləm burada hər halda. Burada haradasa bir 6-7-ci sinif varam, amma dəqiq yadıma gəlmir. Yəni biz Xaçmazda olduğumuz müddətcə çoxlu kirayədə qalmışıq. Bu bizim birinci kiraya qaldığımız evdir. Bu da qardaşımdır. Əlifba bayramınız mübarək. Burada mən buyum. Ən balaca. Bu şəkil hələ də qalır. Bu əlimdə tutduğum şəkil var ha. Evimizdə hələ də asılıdır. Rafael uzun. Bu polis işləyir. Kənan, Etibar, Rauf, Səyyad, Anar, Əsəd, Toğrul, Nicat, Anar, Pərviz, Absətlər, Tural. Bu şəkil yeni illə əlaqədar çəkilmişdi. Tədbir keçirilirdi bizdə. Fotoaparata baxın, köhnənin, qədimin. Xatırlamam hansı sinifdəyəmsə, yəni neçən sinifdəyəmsə. Amma yəni uşaqlıqda səhvli, düzlü yaşamışıq. Bu da deyəsən həmin tədbirin yeyib içmək mərhələsi. Mən. Burada deyəsən biraz sinif adlamışam, 8 falan olaram. Amma dəqiq yadıma gəlmir. Bu arxada gördüyünüz həyət 6 nömrənin həyətidir. Hal-hazırda 6 nömrəni qəşəng təmin ediblər. Amma o vaxtı
Bu hissələrdən katok açırdıq. Katok deyirlər, nə deyirlər. Uşaqlar bəziləri su gətirib tökürdü. Gecədən ki donsun, sürüşkən olsun, qatar gedirlər bir-bir. Bu upsetlərdi sinif yoldaşım. Uşaq vaxtı dost olmuşuq, indi ayrılmışıq da yəni. Ayrılmışıq deyəndə belə salamımız var, salam soğumuz. Amma belə yaxın münasibətimiz o qədər də yoxdur. Burada mənəm, bu deyəsən uşaqlarla gəzintiyə çıxmışdıq. Orada kimsə şəklimi çəkmişdi, dəqiq yadıma gəlmir. Bura heyvanlar parkıdır. Yəni hal-hazırdakı poçtun qabağı deyirlər, bax o ərazi. Bu da deyəsən eyni gündə çəkilmişdi. Sinif yoldaşlarım. Kənan, Absətlər mən. Yeni il günü idi deyəsən. Hə, arxadakı yolkadan. Yeni il günü çəkilib. Bu da 6 nömrənin müəllimləri. Hayır, müəllimin adı yadımdan çıxdı. Namik müəllim, Arif müəllim, Əli müəllim. Burada deyəsən fizika yarışması idi. Onda birinci yerə çıxmışdıq. Müəllimi unutdum adını. Yəni belə. Bunlar isə əlaçılıq şəkillərimdir. 1, 2, 3, 4, 5, 6, 7. Yəni bilmirəm deyəsən 9-cu sinifə kimi əlaçı olmuşam. Daha sonra qaçmışam dərsdən falan demişəm. Belə. Bu isə gəzintiyə getdiyim vaxtlar idi. Atamın bir dostu var, adı Yunusdur, Yunus dayı. O bizi yəni gəzintilərə çox aparıb. Burada deyəsən Qubadır, Asma körpü. Mənim qardaşım, həmin dediyim Yunus dayının qardaşı oldu. İlqar. O Manchester United futbol klubunun azərkeşi idi. Azərkeşi idi. Burada mən çay, qəşəng düşüb şəkil, ona görə bunu da əlavə elədim. Mən, qardaşım, İlqar. Çay gəlməmişdən qabaq. Bu şəkli Yunus dayı çək. Yunus dayının təbii ki şəkil çəkməyə marağı var. Yaxşı adamdır. Mən toylara da gedirdim. Toylar kralı. Uşaq olmuşam. Bilməmişəm aparıblar. Atam mən. Bu qardaşımla mən kənddə qar yağan vaxtı. Qusara qar nisbətən daha çox yağır axı qışda. Həm də yerdə daha çox qalır. Bu isə kiraya qaldığımız yerdə. Qar adamı düzəlmişdik qardaşımla. Xaçmaz parkının bu hissəsini çox az adam xatırlayar. Yəni burada hardasa deyəsən xatırlamıram mən yaşlarımı, neçə yaşında olduğumu xatırlamıram yəni. Qardaşım burada çox şirin görsənir. Burunduqlar oxşur. Elv və sincablar. Bu isə məcburi çəkilən şəkillər. Atamla getdir o filin qabağında dediyi şəkillər. Əsəbi baxıram ona görə. Bilirəm ki, elə bir şey demişdi. Yəni harada fil, yolka belə bir şey gördü. Dedi ki, getdir onun qabağında şəkil çək. Aha, bu şəkil çox gözəl düşüb axı. Bu Rusiya köynəyim mənim yadımdadır. Bu bizim kəndimizdədir, deyəsən yaz vaxtıdır. Bunda da Yunus dayı gəlmişdi, onunla qonaq gəlmişdi bizə. Onunla deyəsən kəndimizin çöllərini gəzirdik. Burada bayaq dediyim şəklin qardaşımla olan versiyası. Bu isə getdiyimiz Qubada. Bu da dəqiq bilmirəm bu hansı yaşdayam, amma burada İstanbul yazılı köynəyimin olduğunu xatırlayıram. Hətta o dövrdə palazlarımda Çakır, Qurtlar Vadisi olan köynəklər var idi. Bura Qubadır. Aha, atladıq mərhələni. Həyat davam edir. Elə bilirdin həmişə uşaq qalacaqsan.
Keş bizə əvvəlcədən öyrədərdilər. Həyatı baş salardılar. Bu qrup yoldaşlarımdır. Xəyal, Samir, Ağayar və dostumdur. Uşaqlıq dostum. Uşaqlıq dostum deyəndə məktəbdə dostumdur. Aramızda kiçik bir problem olmuşdu. Sonradan dostluğumuz möhkəmləndi. Bu isə voyenkomatda çəkdirdiyim şəkildir. Atam, mən, atamın xalası oğlu, nəvəsi. Getməyə hardasa bir gecə getmişdi, yəni yadıma gəlir. Səhər demişlər ki, tezdən durub gələrsiniz. Qarabağ, Qarabağ. Qışqırırlar, fit çalırlar, nə bilim, avtobusa əzad vururlar belə kimi qıraqdan. Bu isə əskərlikdə olanda atamın məni ziyarət eləməsi. Gəncədə idim bu vaxtı, atam Xaçmazdan durub Gəncəyə gəlmişdi. Milli ordu. Əskərlikdə əskər yoldaşımla, Royal'la, Abdullayev Royal. Çox qızıl oğlandı yəni. Namaz qılırdı, bir yerdə namaz qılırdı. Əskərlikdən gələndən sonra da, əskərlikdə, yəni burada Maldoçuluqda olmuşuq 3 ay. Ondan bölünəndən sonra da hal-ahval tuturdum ailəsindən filan. Yəni bu yaxınlarda deyəndə deyəsən dəqiq yadıma gəlmir axı bu il içərisində yayda, Ramazan ayında. Getmişdim ziyarətə, Şəmkirdə qalır. Bu isə tək-tük şəkillərimlə Kəlbəcərdə isti su bulağının yanında. Yeraltı sudur, burada hətta çinmişəm də. Aha, pozisiyalar dəyişir. Qardaşım əskərdir, mən xidmətdən gəlmişəm. Qardaşımın yanına getmişik Maldoçuluğa. Bu isə hər ikimiz evdəyik, yoxsa qardaşım əskərliyə gedəcək. Bunu dəqiq xatırlamıram. Mən, atam, qardaşım. Yeni il vaxt idi bu da desən. Atam dedi ki, gəl çıxaq şəhərə, mən də daha qırmadım. Belə. Bu qədər şəkil olmasına baxmayaraq, hal-hazırda tək-tük şəkillərim var. Çünki şəkil çəkməyi o qədər də xoşlamıram. Yəni telefonu özümü çəkməyi xoşlamıram, amma qəşəng mənzərələri götürməyi, anları tutmağı xoşlayıram kamerayla. Bunları da Pinterest hesabında paylaşıram. Yəni belə. Sağ olun, özünüzdən müğayət olun. Burada bir şəkil qalıb. Mən, əmim, əmmoğlu, qardaşım. Burada artıq əmim xərçəngdir. Yəni belə yəni həyatdır. Çox danışmaq istəmirəm. Gözümün qabağında kişi əridi getdi. Allah hər şey haqqıyla qadirdir, hər şeyi biləndir, hikmət sahibidir. Yəni belə. Özünüzdən müğayət olun, sağ olun. Gələn görüşlərə dək.